Salam, coğrafiya 9-cu sinif, kiçik summativ qiymətləndirmə nömrə 6 üzrə metodik vəsaitdə verilmiş nümunəvi suallara baxırıq. Sual 1. Xəritə sxemdə qeyd olunmuş ölkələr üçün səciyyəvi xüsusiyyətləri müəyyən edin. Deməli, xəritə sxemdə Cənubi Amerikadakı Braziliya, Argentina, sonra Afrikanın bir sıra ölkələri Sudan, Liviya, Əlcəzair, Çad kimi ölkələr verilib və Hindistan verilib. Deməli, bu ölkələrə aid xüsusiyyətləri biz qeyd etməliyik. Bir də bizə deyilir ki, əhalinin yüksək təbii artımı. Bəli, bu ölkələrdə əhalinin təbii artımı, yüksək təbii artım, yəni ikinci tip yüksək təbii artım səciyyəvidir bu ölkələr üçün. Bir, doğrudur. İmiqrasiya üstündür. Deməli, imiqrasiya ölkəyə gələnlərdir. Bu ölkələrə əksinə gəlmir, əksinə çıxıb bu ölkələrdən gedirlər. Yəni, bu düzdür, Argentina istisna ola bilər. Argentina Latin Amerikasında imiqrasiya ölkəsidir, amma qalan ölkələr hamısı əsasən emiqrasiya ölkəsi hesab olunur. Onun üçün 2 aid deyil. Əhalinin təbii artımı aşağıdır. Xeyr, biz bayaq qeyd etdik ki, bu ölkələrdə əhalinin təbii artımı yüksəkdir, ikinci tipə aiddir. Yaş strukturunda uşaqların payı yüksəkdir. Bəli, təbii artım yüksək olduğu üçün uşaqların payı da burada yüksəkdir. Dövlətin apardığı siyasət təbii artımın azaldılmasına yönəlmişdir. Bəli, təbii artım yüksək olduğu üçün dövlət təbii artımı azaltmaq istəyir. Orta ömür müddəti çoxdur. Xeyr, burada geridə qalan ölkələr olduğu üçün orta ömür müddəti çox deyil, azdır, aşağıdır. Deməli, burada sualın cavabı olmalıdır 1, 4, 5. Bu da bizə C bəndində verilib 1, 4, 5. Sonra ikinci suala baxaq. Ölkədə işsizlik 32%, iqtisadi cəhətdən fəal əhalinin sayı 17 milyon nəfər təşkil edir. Ölkədə əmək qabiliyyətli əhalinin sayını hesablayın. Deməli, ölkədə əmək qabiliyyətli əhalinin sayı bizim üçün 100%-dir. Deməli, 100% əmək qabiliyyətli əhalinin sayı 100%-dir. Bizə deyilik, onlardan 32%-i işsizdir. Yəni 100% çıxılsın 32%. Bu da bizə bərabərdir eləyir 68%. Deməli, ölkədə 32% işsizdir, 68% isə işləyir, yəni fəal əhalidir. Bizə də deyilib ki, fəal əhali 17 milyondur. Yəni, buradan belə bir nəticə gəlir ki, biz 17 milyon bizim üçün 68%-dir. Və bizdən soruşur, ölkədə əmək qabiliyyətli əhalinin sayı nə qədərdir? Yəni, X bizim üçün 100%-dir. Bizə ümumi 100% əmək qabiliyyətli əhalinin sayı lazımdır. Deməli, bu tənasübü həll edək indi biz. Deməli, buradan bizə X bərabərdir alınacaq. 17 vurulsun 100, yəni 10.700 milyon və bölünsün 68 alınacaq bizdə. Bölünsün 68. Bunu biz hesablayaq. 1700 bölünsün 68. Bu da bizə bərabərdir eləyir 25. Deməli, bizdə X bərabərdir 25 milyon. Deməli, ölkədəki əmək qabiliyyətli əhalinin sayı 25 milyon nəfərdir. Yəni, sualın cavabı B bəndidir. Sonra üçüncü sual. Əhalinin təzələnməsinin ikinci tipi üçün səciyyəvi olmayan əlamət. Deməli, ikinci tipində təbii artım yüksək olan ikinci tipi səciyyəvidir. Yüksək təbii artım, bəli, yəni ikinci tipi yüksək təbii artımdır. Həmçinin yüksək doğum, bəli, doğrudur. Demoqrafik siyasət təbii artımın azaldılmasına yönəlmişdir. Bəli, yüksək təbii artım olduğu üçün azaltmaya yönəlmişdir. Yaş strukturunda yaşlıların payı yüksəkdir. Xeyr, bu doğru fikir deyil. Yəni, yüksək doğum olduğu üçün, yəni təbii artım yüksək olduğu üçün burada yaşlılar deyil, uşaqların payı yüksəkdir. Yəni, D bizə burada cavab olmalıdır. Orta ömür müddətinin aşağı olması, bəli, əsasən əhalinin ikinci tipi səciyyəvi olan ölkələr, geridə qalmış ölkələr olduğu üçün burada orta ömür müddəti də aşağıdır. Yəni, burada cavab D bəndə olmalıdır. Sonra dördüncü sual. Bizə doğumun regionlar, onların səciyyəsi və əhalinin yaş strukturu arasındakı uyğunluğu müəyyən edin deyir bizə. Deməli, bir də deyir bizə doğumun, ölümün və təbii artımın göstəriciləri aşağı, əhali sayının sabit qalması
və millətin qocalması, yəni əhalinin ümumi sayında yaşlıların sayının yüksək olması. Deməli, bu göstərici Avropa, Şimali Amerika, Avustraliya və Yaponiya əhalisi üçün seçilir. Yəni, bura olmalıdır. B. Sonra burada uşaqlar 22% deyir, burada yaşlılar 15%, burada uşaqlar 45% deyir. Deməli, burada uşaqlar yəni aşağı olmalıdır. Yəni 22. Sonra ikinciyə baxaq. Yüksək doğum və nisbətən aşağı ölüm hesabına yüksək təbii artım, əhalinin sayı durmadan artır, əhalinin sayının yaş tərkibində gənclərin sayı yüksəkdir. Bu Afrika, Asiya və Latin Amerikası ölkələri üçün seçilir. Yəni A. Həmçinin burada isə uşaqların sayı yüksək olur. Yəni burada uşaqların payı 45, yaşlılar isə 2%. Yəni bu da B-yə aiddir. Sonra 5-ci sual. Yaş cins piramidası ilə ölkələr arasındakı uyğunluğu müəyyən edin. Deməli, birinci piramidada görürük ki, biz təbii artım yüksəkdir, uşaqların sayı çoxdur, yaşlıların sayı azdır. Deməli, bu ikinci tipdir. B piramidasına baxsaq görürük ki, biz uşaqların sayı azdır, yaşlıların sayı nisbətən çoxdur. Yəni, bu birinci tipdir. Deməli, A ikinci tip ölkələrdir, B birinci tip ölkələrdir. Deməli, Nigeriya ikinci tip ölkədir, yəni bir buraya aid olmalıdır. Həmçinin Somali də buraya aid olmalıdır. Sonra Hindistan da bu qrupa aiddir, əhalinin artımının ikinci tipinə aiddir. Bir də Madagaskar buraya aiddir. A piramidasına aiddir, çünki burada uşaqların payı yüksəkdir, yəni təbii artımın ikinci tip seçiyevidir. Sonra burada Böyük Britaniya, Almaniya, üçün isə Böyük Britaniya və Almaniya üçün isə əhali artımının birinci tip seçiyevidir. Yəni B piramidasına uyğundurlar. 6-cı sual. Yenə bizə yaş cins piramidası verilib. Verilən yaş cins piramidasının aid olduğu ölkə üçün səciyyəvi əlamətlər. Deməli, bayaq da gördüyümüz kimi burada uşaqların payı yüksəkdir, yaşlıların payı azdır, yəni əhali artımının ikinci tipi səciyyəvi olan, yəni inkişaf etməkdə olan ölkələr üçün səciyyəvi olan diaqramdır. Əhalinin yüksək təbii artımı, bəli, uşaqların sayı çoxdur, yəni yüksək təbii artım səciyyəvidir. Əhalinin yaş cins strukturunda uşaqların payı yüksəkdir, bəli, diaqramdan da gördüyük kimi uşaqların payı yüksəkdir. Bu da doğrudur. İnkişaf etmiş ölkədir, xeyr, təbii artım yüksəkdirsə, inkişaf etməkdə olan ölkə olmalıdır. Orta ömür müddəti yüksəkdir, xeyr, yüksək deyil, çünki yaşlıların payı azdır. Demoqrafik siyasi əhalinin təbii artımın azaldılmasına yönəlmişdir. Bəli, təbii artım yüksək olduğu üçün azaldılmasına yönəlmişdir. Fikir də doğru fikirdir. Aşağı doğum və aşağı ölüm, xeyr. Yüksək doğum və yüksək əsasən ölüm səciyyəvidir bu ölkə üçün. Deməli, 1, 2, 5 düzgün cavab olmalıdır 6-cı sualda. 7-ci sualda isə qrafiklərdən hansı Azərbaycan əhalisinin sayının dəyişməsini düzgün əks etdirir? Deməli, burada 3 qrafik verilib bizə. Əhalinin sayının dəyişməsini əks etdirən düzgün qrafik tapmalıyıq biz Azərbaycan əhalisinin. Bizə 1900, 2000, 2015-ci illər verilib. Düzdür, 1900-cü ildən 2015-ci ilə qədər müəyyən illərdə Azərbaycanda əhalinin azalması müşahidə edilib. Amma bizə sırf 3 il verilib, 1900, 2000, 2015-ci il. Yəni 1900-cü ildə Azərbaycan əhalisi təxmini 2 milyona yaxın idi. 2000-ci ildə artıq 8 milyona yaxın əhali var idi. 2015-ci ildə isə 9 milyondan çox əhali var idi. Yəni əhalinin sayı hər 3 ildə artıb. Bunun üçün düzgün cavab burada A bəndi daha uyğundur. Yəni düzgün cavab A bəndi olmalıdır 7-ci sualda da.